Axşamınız xeyir olsun mənim əzizlərim. Bilirsiniz ki, son vaxtlar mənim jurnalist Səidə xanım Bəkir qızı ilə aramızda xoşa gəlməyən söz-söhbətlər baş verib. Və mən düşünürəm ki, biz hər ikimiz xanımıq. Bilirsiniz, açığı mənim bu, necə deyim, belə bir qalmaqalın içində olmağa mənim ehtiyacım yox idi. Bir də ki, mən məsələnin bu yerə gəlib çıxacağını heç gözləməzdim. Səidə xanım mənim haqqımda və yaxud mənim sənətimin haqqında hansısa bir fikir, tənqidi bir yanaşma olsaydı, mən Səidə xanıma heç bir cavab verməyəcəkdim. Çünki mən tənqidlərə açığam. Amma həyat yoldaşımın haqqında səsləndirdiyi fikirlər, alçaldıcı sözlər məni özümdən çıxartdı. Mən öz əsəblərimi cilovlaya bilmədim. Əsəbləşərək Səidə xanıma cavab verdim. Sonradan inanırsınız, həmin videoları izlədim. Yəni Allah şahidim olsun. Onlarımın yanında belə pis təsir elədi və yəni yaxşı qarşılanmadı da. Mən düşünürəm ki, bilirsiniz nətər, mənim də dediyim sözlər istər-istəməz Səidə xanımın da yaxınlarının və yaxud ailəsinin yanında necə deyim, xoş təsir etməyibdi. Və bir qadın olaraq mən bunu özümə borc bilirəm və Səidə xanımdan üzrxahlıq etməyi istəyirəm. Mən qarşı durma yox və birlikdə bərabər oturub qarşılıqlı anlaşmanın tərəfdarıyam və yenə də demək istəyirəm ki, Səidə xanım, yəni üzrxahlıq edirəm və düşünürəm ki, Səidə xanım da bunu qəbul edəcək və biz ikimiz də xanım olaraq bir, necə deyim, görüşəcəyik və söhbət edib bütün söz-söhbətlərə son qoyacaq. Və istəyirəm ki, bizim aramızda qarşılıqlı bir